Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywoodda serialı başladı. Sana bir tane şikayetim var. Ne şikayet ay kızım? Sımk ağırdı, daşıyamıram, belim ağrıyor. Skoloz olmuşam. Ne olmuş ha? Skoloz. Skoloz nedir? Mama, skoloz omurga sütununun frontal yan istiqamətindən S və ya C şəklində əyildiyi bir vəziyyətdir. Ha, sağ ol. Da bu qədər bilən uşağın çantası belə ağır olmalıdır. Mami, it's too heavy. I can't carry. It's impossible to carry. Nə deyirsən? Mən başa düşə bilmirəm. Nə deyirsən? Deyirəm ki, belim ağrıyır, daşıyamıram. Ay qızım, o çantanı onsuz da maşına qədər mən aparıram. Maşından düşəndən sonra da sürücü aparır məktəbin qapısına qədər. Bir də məktəbin qapısına sinifə aparırsınız da bu çantanda. Mama, məktəbin qapısından sinifə qədər mən daşıyıram, belim ağrıyır. Ay qızım, bəs onda qonşu xuraman uşaqları neynəsin? O çantanı alırlar çiyinlərinə, minirlər marşruta, gedirlər metroya. Sonra da metroya minib gedib düşürlər Nərimanovda. Oradan da məktəbə qədər piyada gedirlər. Onlar neynəsin bəs onda, hə? Onun bir dənə çıxış yolu var. Nədir? Qardaşı bacısının sumkasını 11-ci sinifə qədər aparsın. Ondan sonra bacısı həkimlik oxusun. Sonra geçsin qardaşın belini müalicə eləsin. Ay qız, sən deyirsə mənə elə salmısan ha. Düş qabağıma, düş. Mən aparacam çantamı, dəymə. O qədər deyindi, bir dənə çanta aparacaq. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Evet, gerçekten kompres yapmam gerekiyor. Ayda, görürsən bir-birlərini necə sevirlər? Aliyə həkimdir, qonşu kənddə virus yayılıb. O da insanları müalicə eləmək üçün kəndə gedir. Cihan da bilir ki, ora getsə, virusa yoluxub ölə bilər. Amma qorxmur, gedir sevgilisinin dalınca. Qorxmur ölümdən. Gedir geçsin də, çox üzr istəyirəm, mən fikrimi dağıtma da, qoy baxım. Tək baxmaq lazım deyil, görmək, tətbiq eləmək lazımdır. İndi nə deyirsən, mən xəstəlik tutum, ölümün durduğum yerdə. İndi Cihan bilir ki, onun arxasında nə qədər pulu var. Ölsə də anası bomba kimi yaşayacaq. Mən ölsəm evdə bir dənə xəstə anam var. Bank gəlib çox üzr istəyirəm. Deyəcək divara ki, oğlunun banka borcu var. Gətirib qaytar. Yazıq arvad da ayda 400 manat pensiyalı da. O da bilməyəcək ki, dərmanlarını alsın, yoxsa kreditinin aylıqlarını ödəsin. Sən Allah, imkan ver baxımda. Neydi o serialın adı? Ayda 100 dəfə soruşdu nə? Uzaq şəhər. Gündüz. Sevginin gücünə bax, gör necə təbii oynayırlar. Mən seriala baxanda ağlamağım gəlir. Amma bizimkilər gəlmə serial da çəkəndə adam gülməyə gəlir. Onların aktyorları 25.000 dollar alır həftəsinə. Əlbəttə bahalı maşına minib o kənddən bu kəndə gedəcək. Yazıq bizim aktyorlar.
Metrodan çıxırlar, yağışlı havada qaçırlar çəkiliş meydançasına. Nə var, orada bir dənə romantik səhnə oynayacaq. Təsəvvür elə qızla oğlan üz-üzə dayanıb, romantik səhnə oynayır. Yiyib o soğanlı dönərdən də ağzından çox üzr istəyirəm, elə bir Gündüz, iyrənc danışma da. Gör sevginin gücünə bax. Xəstə canı ilə qıza necə hədiyyə alıb. İndi onlar bir-birlərini hələ qovuşmayıblar da. Qoy qovuşsunlar, qaynanası bir-iki dəfə qonaq gəlib gedəcək. Ondan sonra sənə deyərəm. Evet. 14 Şubat. Niyə belə boş oturmusunuz? İstəyirsiniz çay gətirim. Çox üzr istəyirəm, quru çayını yeyirəm. Yanında nə mürəbbəsi istəyirsiniz? Ağ gilas, qarpız, çiyələk. Çox üzr istəyirəm. Qoz mürəbbəsi var. Bütöv qoz istəyirsiniz, yoxsa ləhbə qoz? Qara qoz olsun. Gündüz, Hətta imkan... Sən başın xarabdır. Siz nə edirsiniz burada? Camaat çöldə boş kabinet üstündə qırğın eləyir. Bu ikisinə bax, eksklüziv kabineti bağlayıb seriala baxırlar. Davidəm, cəhənnəm olun işinizin başına. Hələ mənə çay istəyir. Utanmaz. Hə? Çox üzr istəyirəm. Yeri. Deyən görünməyib. Serialda oğlan qıza nəsə deyəsən bahalı hədiyyə verir. Deyən biraz yaxşı eləmədim. Hə, sö. Evet. Nə gözəl sevdi bu. Lap ürəyimi istədi. Görəsən nə markadır? Ən yaxşısı, gedim Namidara mən bu seriala baxdırım. Burada bu Cihan Aliyaya bahalı jestlər eləyir. Mütləq. Gedim görüm Nami hardadır? Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Bu gün işlə bağlı böyük qərar vermişəm. Filialımız açılır, müəllim. O da olacaq. Amma hələ Formula 1 yarışlarına qatılmağı düşünürəm. Müəllim, onun bizim işlə nə əlaqəsi var? Görsən cahil adamsan. Necə nə əlaqəsi? Mən Formula 1-də birinci yer tutsam, bütün dünya məni axtaranda, desəm ki, gəlin Roverləndə, bu xeyir olmayacaq bizə. Çox müdrik adamsınız, biz sizi qədər kaş düşünə bilərdik. Bəs siz o maşını sürə bilərsiniz? Hə, o mənlikdir. Görsən, balaca deyil, girirsən içinə uzanırsan, avtomatik ayaq sıxılır qaza. Bax, özünüzü yaxşı aparsaz, sizi də işə götürərəm, təkərlər dəyişərsiniz. Doğrudan, əla olar ki, çox əla olar. Əla olması üçün siz gərək iş sürətini göstərəsiniz. Hə, amma görürəm ləng işləyirsiniz də. Biraz sürəti artırın, müştərilər gözləyir. Hoş. Hə, gedin məşhur olun. Oldu mənim, oldu ki də. İşləmirlər də. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Ver. Ver. Yaxşıdır. Mən səni tanıyandan dayandır. Ancaq ver, ta deyib qurudmusan mən. Ver deyəndə. Bunda maaş da ki verməyəsən. Buyur. Sən get göz həkiminə, gözündə problem var. Nə problemi? Gözün doymur. Bax, görsən, özün qaşınırsan. Hə, mən xahiş edirəm, mən Namidar müəllimdən həmişə arxa sideniyada uşaq yerində oturdurur səni. Mən xahiş elədim ki, get qabaqda oturdur, yaxşı deyil, bir yerdə oxumusunuz. Heç olmasa bir işə yaradana. Gördün ki, gəlir Namidar müəllim. Get iki qat ayağının altında, əyil, qoy ki, rahat dursun da. Yox, dayandır, yox. Bu zarafatın hissədir. Bu məktəb vaxtının zarafatlarından qutarır. Sən ağıllı başlı kişisən, sən saat nəvə oynadan yaşındır. Bu nə zarafatlar da edirsən? Nəvə oynadan? Nəvəmdən, elə bu mənim. Bu nədir mən?
Mənə nəvə deyirsən? Sür. Ay yapış mənə, ay yapış. Eləmə, nənə ayıbdır, mənim gülmə güzaranıma bax. Ha, yığışdır özü səndə. Yığışdır özü. Sən beləncə olan mərsən. Yaşlı başlı adamsan. Get evlən, bir ailə başçısı ol. Görsən nətərdir? Bir ağıllı başlı adam ol, biraz ağırraş, samballı ol. Belə olmaz da. Sən çox yüngüllük eləyirsən, sən evlən. Biraz ağır ol, ağırraş biraz. Nətər evlənim də, nə? Birini dəfə bir toy elədim. Hə, nə oldu? Polisə toy günü gəldi, tut tapandı. Nöyün tutdu? Gəlini yaş satmırmış. Ağaç oldu, özün eləmişsən də. İkinci dəfə də elə istədim toylayan. Hə, nə oldu? Elim aşağı indənə, pılım olmadı. Hə. Qız da qoşuldu, çıxdı getdi başqasına. O da gör, imkanlı adama qoşuldu getdi. Üçüncü dəfədə ki, sonra zəng elədi ki, bəs tez durma, gəl Bakıya, bəs sənə iş tapmışam. Hə, iş də ki, bu da iş. Nə olub bu işə? Yox, nə qazandım? Ay, gündə 18 manat pul qazandım, bir də ki, şərif işlədim də qada. Yası sənin, yası mənim. Bu 9 manatın cümündə olur da, nə səndə? Müəllim, sən o ATV-dəki canlı əlaqən var da. Bir də ona xahiş elə. Bu geçsin orada bir ay otursun veririkdə. Bəlkə özünü oxuyan birini tapa evlənə. O verilişdə. Tapa evlənə ki, bizə yazığı gələ buna ev verə. Ay yazıqdır, bu qış da burada soyuqda qalsa, ay nəm çəkərik, kim atarıq? Zor deydi bu işə, zor deydi. Yes. Müdər müəllim, evdə qədiyən, icazə deyiz, bunu bir təhqir eləyimi. Yox, icazə verməyinə verirəm. Amma da sərhədi keçmə. Bunun dediyi səviyyədə. Buyur. Ay, o yarımçı doğulan danalara oxşayırsan, belə zəif aşıb gedirsən. Buzo. Ay, buzo oxşayırsan. Tatlı, bir ayağı bir. Ha? Sən mənə lağ eləyirsən. Ha. Müəllim, icazə ver onun sındırıcı cavabını verməyə. Peçat. Baba, bir an beləncə YouTube'a bir dənə bıraxırıq ki, mütəllimdən sındırıcı at verdən. Ver, amma boyundan yuxarı eləmir. Vermir, sıxmır. Yaxşı. Sən mənim boyumu ələ salırsan, sən rəsmə yürürsən, yoxsa rəssama? Ay, mütəllim. Bu sözü hardan çıxartdın sənə? Nə sözü, elə sözü. Vay. Gələm ayı. Maşını yer-beyer elə, sənin özün kimi ortalıqda qalmasın, yaxşı? Yaxşı. Mən nə dər dedim? Ay, zor dedim. Sən ki, rəssam ol, rəsmə gülür, rəssama gülür, yox. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Gəldin, qapını bağla Qəmra. Yox. Elə biləcəklər aramızda nəsə var, ayıbdır. Səndəki bu abrı, bu həyanı şiddətlə qınayıram da mən. Bəs də bu bilib. Sən bilirsən də bugün nə günüdür? Bugün noyabrın 16-sı. Beynəlxalq tolerantlıq günü olmalıdır da. Hə, 95-ci ildə UNESCO-nun qərarına əsasən bütün dünyada beynəlxalq tolerantlıq günü. Sən qurban olaram. Hər momentində mənə fikirləşsən, sən. Mən Tupoyeva heç özümü fikirləşmirəm. 100% fikirləşmirsən ki, büyünə bir konsert çalardıq, müğənniləri tökərdik bura, 300 manatdan 500 manatdan bilet satardıq, biraz pul qazanardıq, hə? Sənə qurban olaram. Sağ ol. Eləmədim vaxtında bu əmər. Keçdi bu gün. Xəstəsən sən? Yox, səsimə görə deyirsən, soğuk şey yedim, ondan olar. Başın çatmır, Namidər səni. Bugün bizim tanışdığımızın 4-cü ay tamam olur. 4-cü ay. Avqustun 16-sı Sibirizdə biz baseynin qırağında tanış olmuşuq. Mən padruqalarımla baseyndə üzürdüm. Sən də yaxınlaşıb şotumuzu bağladın. Eləmişəm. İndi sən bugün unutmuşsan? Küstü. Dur, get qapını bağla, barışaqda dur. Mən niyə bağlayıram qapını? Belə çox ürəyin istəyir, get özün bağla. Özü danışdırma məni.
Mən küstüm səndən, danışmıram, susuram. Düşdük əcəb zibilə. Keçən ayda belənçi şey oldu. Sən sustum dilinsə batdıq. Bir paçka dollar açdırdım ağzı. Gənə bir paçka bəs eləyər? Ha? Nə başıma vurursan, Boşa vururam. Mən küçədə qalmış adam. Mən elə söz dedim. Cəmaət var, mənə yalvarır. Ölürlər, mənim üçün. İstəyirsən bir-bir adlarını çəkib? Yox, lazımdır. Adlarını çəkmə lazımdır. Yaşdan mən nə qayrım barışaq denən, eləyim barışaq da, mən bir söz deyirəmsə. Bu uzaq şəhirdəki Cihanın Aliyaya aldığı sepdən istəyirəm. Uzaq şəhər nədir, Cihan kimdir, Aliya kimdir? Mən elə adamlar tanımıram axı. Mən indi sənə göstərəcəm. Bax, mən bu anka kışı olan qızıl sepdən istəyirəm. Amma onun gözlərində brilyant qaşlar olsun. Ancaq bunu alsam barışarım. Serialdır bu. Hə. Türk serialdır. Gedənin adı nədir? Cihan. 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 O, yağın ki o quşdan dünyada bir də olub, oydu o Cihan alıb aparıb verib o Aliyə də, o qıza verib qutarıb. Mən o hardan tapım, mən bədbaxt. Sən elə şey istədin ki, mən özüm öz talihimlə küstüm. Mən gərək birinci öz talihimlə barışım, səndən qabar. Yaxşı, Namidar, özün bilərsən. Sən çox axtararsan məni. Getdi? Necə bir zuluma salmışam özüm mən. Həcin ağarsan? Yaxşısan? Şükür Allah. Cumdasan genə? Hə, mən də yaxşıdır gedir. Hacı qulaq as, mən bir dənə o zat quş şəkli atsam, belənçi klonla, elə bil sepi ilə, klonu ilə gözlərinə brilyant qaş qoymaq lazım. O yığmaq olar elə, səliqəli. Olsun da, 30 qram olsun da, çox olmaz. Nə balı? Kəlbəcər balı? Yox, sağ ol, yox, istəmirik. Bir də onun şəklini həll edeyim, atım sən sarlığı, tez bazar yığaq, bir yaxın adam istəyir. Çox yaxın deyim, evin içindəyini də şey demirəm, istəyir, onun birini o alıb verəcəm. Yaxşıdır. Həci kimi zərgər də keçib orijinal Kəlbəcər balı satırsa, deməli qızıl işini ölüb. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Deməli belə, sizi burada yığmaqda məqsədim bundan ibarətdir ki, biz Bakının ən sayılıb seçilən, ən hörmətli məkanlarından biriyik. Burada hamı öz işini yüksək səviyyədə görür. Bircə siz dördünüzdən başqa. Elə mən özüm də daxil. Aynur, sən burada nə işə baxırsan? Mən baş ofisiantam, Sofiya xanım. Səni işdən çıxarsaq, restoranın və yaxud da müştərilərin həyatında nəsə dəyişəcək? Bəli, əlbəttə dəyişir. Birincisi, Namidar müəllim mənə verdiyi 800 manat maaş cibində qalacaq. İkincisi də dostların yanında mənə podxod eləmək üçün 50 manat, 100 manat çivoy verən müştərilərin pulu cibində qalacaq. Ay, sağ ol. Elə ondan sənin yerivə bir dənə tələbə oğlanı götürərik ofisiant kimi. 400 manat da maaş verərik. Müştərilər də istəyər 3 manat, 5 manat çivo verər, istəməz də verməz. Gündüz sən nə işə baxırsan? Çox üzr istəyirəm. Baş administrator. Yaxşı, bəs sən olmasan bu restoranın və yaxud da müştərilərin həyatında nə dəyişəcək? Belə restoranın, müştərilərin həyatında ciddi şəkildə dəyişiklik olmayacaq. Amma bizim ailə vəziyyətində çox üzr istəyirəm, köklü şəkildə dəyişiklik olacaq. Ay, sağ ol. Gündüz Allah verdiyini işdən çıxartdıq. Restoranda nəsə dəyişiklik oldu ki, sən çıxarsaq nəsə dəyişməsin. Mütəllim. Bəli. Sən burada nə işə baxırsan? Mən Namidar müəllimin şəxsi sürücüsüyəm. Həm də restoranda əldə-yaxdayam, xırda-xuruş işləri görürəm.
Hə, yəni səni də işdən çıxarsaq, böyük bir dəyişiklik olmayacaq. Bir də ki, bu restoranda xırda-xırış iş olmur. Burada ancaq böyük işlər olur. Sofa xanım, siz səhv edirsiniz. Əlbəttə dəyişiklik olacaq. Bu qədər kreditlərin, borcun, xərcin içində Namidar müəllim tək başına maşın sürsə, infaq keçirib ürəyə partlayıb ölə bilər. Mənəm onun üzünü güldürən. Mənlə mırtlaşa gedir, gəlir, dərdi səri yadından çıxır. Sən narahat olma. Namidar müəllimin o qədər pulu var ki, hamı onun üzünü güldürmək istəyir. Dayan dur. Bəli. Sən nə işlə məşğulsan burada? Mən burada parkovka işinə baxıram. Yaxşı, sən bu restoranda işləməsən, nə dəyişəcək? Heç nə dəyişməyəcək Sofya xanım. Allahdan gətirib bir dənə şlaqbamı qoymuş sonra. Gəlib gedənlər də bilir ki, bura pullandı. Sistem də belədir ki, pulu hesablayır, çıxanda sürücülər pulu ödəyib çıxıb gedirlər. Bura gələn sürücülərdə ya mənim yaşıma, başıma hörmət eləyir, ya da ki, mənim bu əynimə geydiyim jiletə görə 1-2 manat pul verirlər, çıxıb gedirlər. Bir də ki, kitaylar elə gözəl maşınlar ixtira eləyiblər ki, sürücü maşını gəlib saxlayır orada, özü gəlir, düşür, dayandır mənim yanımda. Knopkanı basır, maşın avtomatik. Gedir, dayanır, mil kimi sırada. Daha mənim o ver deməyə ehtiyac qalmır. O gələn sürücü də bilir ki, o ver deyirəm ha. Onu da 1-2 manata görə deyirəm, mənə də hörmət edirlər. Yəni belə başa düşürəm ki, sənin də bu restoranda heç bir rolun yoxdur. Mən bu restoranda SMM-əm. Sizin hamınız bu restoranda işləməsəz, heç bir şey dəyişməyəcək. Amma mən bu restoranda işləməsəm, hər şey dəyişəcək. Çünki mən olmasam, reklam çəkən olmayacaq. Reklam olmasa, müştəri olmayacaq. Müştəri olmasa, maaş ala bilməyəcək. Düzdür? Ona görə də hamınızı qoşuram bundan sonra SMM-ə. Bundan sonra hər gün hərəvizlə bir səviyyəsiz video çəkib TikTokda paylaşacağam. Kimin videosu keşfətə düşsə, o adam yaşadı. Namidar müəllim sizə görə mənə şiddətli töhmət verib. Deyir, belə zəif SMM olsa, mən ona maaş verməyəcəm. Yəqin ki, siz də mənim kimi gözünüzü o maaşa tikmisiniz. Ona görə diqqətli olmalıyıq ki, iş yaxşı getsin, hamı maaş ala bilsin. Yəqin ki, hamınız məni başa düşdünüz. Sağ olun. Bağışla Sofa bacı. Mən sənin haqqında pis fikirləşmişəm. Əgər o bizim kimi quru maaşa işləyirsə, çox üzr istəyirəm, elə həqiqətən də hamımızın bacısıdır. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Namidar bu videonu görəndən sonra deyəcək ki, Gündüz, qurban olum, sən ancaq belə videolar çəkir. Hələ bəlkə Sofini də işdən çıxartdın. Onu işdən çıxarsa, yerinə mən keçəcəm. Mən də ora keçdim var. Siz yaşadınız. Hə, çıxartmağından çıxardar, amma sən Sofinin yükünü çəkə bilməzsən o. Niyə çəkmirəm? Çox üzr istəyirəm. Mənim ondan nəyim əskiydi? Nəyim əskiydi? İlə birinci götürək. Bu, ikinci vid, figura odur. Bir də sən o yükü çəkə bilməzsən, sən çalış buranı çək. Bir də ki, soyuqdur, ölürəm soyuqdan. Noyabrın ortasıdır, valla sədəlcəm olacaq. Yaxşı. Deməli belə, adres videosu çəkəcəyik. Metrodan çıxırsan, gedirik buradan Hollywooda kimi. Ətrafında da nə görürsənsə, hamısının bir adını çəkirsən. Cəmaət də bilsin ki, metrodan Hollywooda necə gedirsən. Dayandır, biraz sürətlə gedəcək. Sən də çalış, ona çat. Eşitdin? Eşitdin? Və bu bədbəxtin sözü yoxdur. Yox, onun da sözü var. Deməli, deyirsən ki, gəlin, arada kameraya baxıb deyirsən ki, Hollywoodda toy eləyən qaqalar mənim ürəyimdir. Mən də çox üzr istəyirəm, sizi daldan çəkəcəyə gələcəm. Bir dənə de görüm. Gəlin. Hollywoodda toy eləyən qaqalar ürəklərimdir. Sən partlatdın. Əvvəli təhsilli olsun deyər. Deyək ki, bu adam çox kasıb idi. Məndən iş istədi, mən də onu işə götürdüm. Bundan sonra çəkdiyim bütün videolarda mənim yanımda olacaq. İndi deyim, sonra deyərəm. Yox, sonra deyərsən. Yaxşı. Getdik? Getdik. Neyinirik, hara gedirik? Heç indi girirsiniz metroya, oradan çıxırsınız, bax, durursunuz burada, danışa gedirik. Eşitdin? Başa düşdün? Gedək? Getdik. Hazırsan? Əziz izləyicilər, biz indi sizə bu metrodan Hollywooda necə getmək lazımdır, o yolu göstərəcəyik. Getdik. Gəlin, Hollywoodda toy eləyən qaqalar ürəklərimdir. Gəl.
Buradan gəlirsən, Azadlıq metrosundan çıxdın, bax bu yoldan gedirik, gəl. Gedirik burada. Bax, avtobuslar dayanıb hamısı burada. Baba, burada, görürsünüz avtobusları. Gəlirik, keçirik. Buradan avtobusdan fırlanıb da getmiyorlar Hollywood'a. Gəlin, toylayan qaqalar. Ürəklərimdir. Baba, piyada yoludur, piyada yolu. Keçdim baba, bağın içərisindən Hollywood'a. Toylasız Hollywood'a gəlin, yaxşı? De, sözü de. Bax, qaqam biri burada, Ürəyim. Gəl. Nəhayət gəldik, çıxdıq Hollywood sarayına. Buyurun. Hey, Hollywood! Gəlin, qaqalar, ürəklərim, gəlin. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Əziz izləyicilər, biz indi sizə Bidinə baxdım. Hollywood'a necə getmək lazımdır, o yolu göstərəcəyik. Getdik. Gəlin. Hollywoodda toylayan qaqalar, ürəklərimdir. Gəl. Gəlin. Ha, Gündüz. Bəli. Utanmırsan sən? Sən abrun həyin yoxdur. Bu nə videoda çəkmisən sən? Mənim bu adres videosunda çəkdik ki, kəşfiyyata düşsün. O da çox şükürlər olsun, düşdü. Deməli, müəllim, 1.350.000 baxış sayı oldu. 402 nəfər rəy yazıb, 137 nəfər də çox üzr istəyirəm, nəyi var, repost eləyiblər. Mən burada ələncə satıram. Mən burada kasada küftə satıram. Mən burada xəngəl seti satıram ki, sən gedirsən məyə adres videosu çəkirsən ha. Sənin başın xarabdır. Abi Hollywood sarayı olanda hələ burada metro yox idi ya. Metronun tikməyə başlayanda burada yaşayan cəmaat deyirdi ki, Hollywoodun yanında başlayıblar metro tikməyə, şükür Allaha. Mən indi o günə qaldım ki, sən getdin, mənə bunları belənci geyindirdin, mənə video çəkdin. Acı budur sənin üçün, ha? Acı budur. Hamınız azadsınız işte. Davay. Davay, sırazı. Mənim çox yaxşı. Davay ya. Sən qal. Sən qal. Sən o zor deyimsən, nə deyirsən, toylayan qaqalar mənim ürəyim. Toylayan qaqalar mənim ürəklərimdir. Özün tapısan o. Oğlum sən özündən bax kimiz elə şeylər çəkək. Sən bunlarla niyə çəkirsən o? Ha? Gəl, sən saxlayacam. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Əladır, əla. Çox yaxşıdır. Mənə də Namidar müəllim göndərdi ki, gəlin maraqlanım, görün burada çox üzr istəyirəm, nə işlə məşğulsuz? Buyurun müəllim, sizinlə maraqlandırır, sual verin, biz də cavablandıraq. Tutaq ki, mən müştəriyəm. Sizdə Range Rover'ə zapçası var? Əlbəttə ki, olur. Sizdə neçənci Range Rover'dir? Dedim ki, tutaq ki də, mənim maşınım yoxdur. Metro ilə gəlmişəm. Metronun vaqonlarının zapçası var? Xeyr, ay müəllim, biz də vaqon zapçasına gəzirik. Biz özümüz ancaq Range Rover ehtiyac hissələr satırıq. Niyə onda artıq suallar verib, vəziyyətimi yadıma salıb qanımı qaraldırsın? Müəllim, bizdə Range Rover'ın istənilən növ modelinə ehtiyac hissələri mövcuddur. Həm təzə, həm işlənmiş. İstəsəz, nağd və kreditlə də satışı var bizdə. Ay, sağ ol. Bax, belə mədəni danış. İndi müştəridir. Olar ki, sənə bir artıq suallar versin, çox suallar versin, da sən də əsəbləşib qayıdıb deməyəsən,
Elə çox üzr istəyirəm. Sənin Ay müəllim olmadı ki, yaxşı. Çok Olmaz, üzür bir de gidiyor. istəyirəm. Çok üzür istəyirəm. Çok üzür yaxşı. istəyirəm. Get. Başa düşdüm. Ay can ürəyim. Heç də gəlmişəm burada gələcək maşınımızın detallarına baxmağa. Düzdür, maşın yoxdur, amma burada yarımçıq maşınlar var. İstəyirəm onu xırda detallarını alım, elə özüm yoxum. Hə, nə deyirsə? Alo. Aç. Ay. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Emin, sən mənə bir dənə surosunu cala mənim pupamla, mən oyla işim var, yaxşı? Nə oldu yenə? Gərək bütün ailə problemlərimizi biləsən, girəsən evimizin içinə, deyirəm cala da. Yaxşılıq da yoxdur. Mən sizə görə dedim də, bəlkə mənim eləyə biləcəyim bir şeydir. Bir də o boyda kişinə əziyyət verib gətirməyək də. Nə əziyyət verir ki? Nə var orada? İşdə işdir. Beşar oturub da orada çağır gəlsin, sözümüzü deyək də. Ya, mənim üçün heç bir fərqi yoxdur. Sadəcə dedim, bəlkə mən eləyə biləcəyim bir şeydir. Bir də kişiyə əziyyət verməyək. Belə də ki, pulu siz verirsiniz. Çağır deyirsiniz, çağırım da. Ay sağ ol da, bunun pulunu mən vermirəm. Deyirəm, çağır gəlsin də, nə problem yaratsan. Prosta Emin, sən ona başa sal. Gələndə mənə qulaq assın, gəlib mənə öz problemlərini danışmasın. Mənim oradan başım çıxmır, mən heç bilmirəm o nətər həll edim. Ona başa sal, mənə qulaq assın, mənə məsləhət versin. Yaxşı, mənim 1000 dənə dərdim sənin var, mən problemlərimi ona danışmalıyam. Namdar müəllim, pis çıxmasın, sizin nə probleminiz var? Şükür Allah, eviniz var, eşiyiniz var, ailəniz, pulunuz pul. Sofiya xanım kimi də bir qız durub qulluğunuzda. Belə də pis çıxmasın, Namdar müəllim, siz bizi kimi kasıb-küsubu hiss eləməzsiniz. Emin, sən bilirsən niyə kasıbsan? Niyə? Qoy deyim də niyə? Çünki sən ömrün yarısı gedib ancaq varlı adamların pulun saymağa. Sən deyirəm, pufamı çağır, söhbətimi eləyim, pulu al, çıx get də. Emin, sən birinci pul qazanmağı öyrən, sonra o saymağı öyrənərsən də. Tamam, yaxşı məsləhətdir. Yaxşı, öyrən, sən çör olasın bu məsləhətə. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Sözlə veriliş açdın televizorda. Ay bala, bir yerdə dur da. Emin yazıq səhərdən gic eləyib məni. Birinci apardı şadlıq evinə, gördüm yoxsan. Sonra gətirdi sizə evə, gördüm ki, sona uşaqlarla oturub dolma yeyirlər, sən yoxsan. Oturub fikirləşdim ki, bu işdə də yoxdursa, evdə də deyilsə, deməli 100% qaçıb oturub Sofiyanın dizinin dibində. Eminə dedim ki, məni tez göndər ora. Gedim tutum bunları görüm neyniyirlər orada. İndi girmişəm qızgilə. Bura nətər tanıyırsan sən? Gedib danışsan Pufa, elə bir 1000 dənə işin gücün var. Əlində işiyi qoyub gəlmişsən bura. Bekar adamsan, nə varsan ki? Ay bala, hər dəqiqə çıxa bilmirəm. Bu dəqiqə xəstəliklər də çoxalıb, adam çox gəlir. De görüm nə məsələdir, niyə belə həyəcanlısan? Həyəcanlısan deyəndə ki, Pufa, indiki qızlar da evə gələn gün deyirlər ki, ayrı yaşamaq istəyirik. Ərindən ayrı? Ərindən ayrı nə deyim? Ərindən ayrı? Yox, qaynatanı, qaynananı görməyə gözləri yoxdur da. Ayrı yaşamaq istəyirlər. Əvvəl nətər idi? Məsələn, əvvəl evin böyüyü, evin ən ağıllısı sayılardı, məsləhət verəni sayılardı. Bir şey olmamış, hamı gedərdi, oğa gəyişərdi, dərdin oğa deyərdi. Bizcə nətər idi? Sona pis çıxmasın, səy məndən çox istəyirdi. İndi istəməsin. O nabarat deyirləri, ölən adamsın deyirlər ki, gəlib aparmasın. Mən də istəmirəm də kimsə məni ora aparsın. Burada daha xoşbəxtəm. Nəysə də olsun. Yəni deməyim odur ki, yadındadır, o vaxt biz dalaşanda sona gəlirdi, mənə ancaq sənə şikayət edirdi. Sən də mənə ağıllı məsləhətlər verirdin, başı salırdın, nətər eləmək lazımdır, nə eləmək lazımdır. Deyirəm, dilin də var, Sən Sonayla dalaşanda gəlirdi, mənə şikayət edirdi. Mən də səni döyüb qovluyurdum. Sən də gedib polisə şikayət edirdin. Aidiyyatı qurumlar da gəlib, atanla bağlı ölçü götürürdülər. Başqa vaxt 90 saniyə uçur, indi gedmir, bax.
Hiss edirəm getmir, dirənib. Mənim ürəyim sənin əlindən xarab oldu ya. Adam hər şeyi danışmaz da, tacibdir axı, ay vay. Oldu da, oldu, keçdi. Öpürəm, görüşərik, hələlik, sağ ol, sağ ol. Hə, bir də əziyyətdən keçib, vaxtın olanda başdaşımın üstündəki profil şəklimi dəyiş. Dəyişərəm, dəyişərəm. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Namidar. Hə. Ay Namidar. Hə. Problem var. Nə problem? Arvadım gəlir. Nə arvadını? Gəlin qaçıb. Gəlin, gəlin kimdir? Toydakı gəlin. Hansı zaldakı? Balaca zaldakı. Az balaca zal boş şeydir. Dəli sənsən? Nədir? Orada aləm dəyib bir-birinə. Özü oğlan tərəfi elə belə adam deyil. Gəlini qaçırdanı tapsalar. Az dərinə getmə da. Dərinə getmə. Gözlə kameradan baxım görüm nə olub. Elə adamlara fikir vermiyorlar, boş-boş danışırlar. Orta zal. Deyirəm, amma sevginin gücünə bax. Toy günü də olsa, durub gəlib öz sevdiyi insanı qaçırdı. Varam da belə məhəbbətə. Amma mən elə düşünmürəm. Mənə çox da inandırıcı gəlmir. Bəlkə də qaçdığı oğlan pulu bəyin pulundan daha çox idi. Ona görə onu seçib. Ola bilər. Hər öz arşını ilə ölçür, da onsuz. Nə deyirsən? Açılmır balaca zalın kamerası. Görüm kim qaçırdı, nətər qaçırdı. Tez vaxtda da biabır oldu. Bu açılsın da, mən özümlə, əlimlə açılmır. Bu internetdir bu. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Sonra söndür onun aksini yataqda, gecdir. Ay Namidar, hara yatırsan sən? Həftədə 1-2 dəfə evdə qalırsan, onda da üzvü çevirib yatırsan. Gəlirsən işdən, yemək yeyirsən, sonra da deyirsən ki, yatıram, səhər işə gedəcəm. Nə qənim, işləməyim mən. İşdə də mən sənə nə deyirəm? Deyirəm bəyəm işləmə. Arada mənimlə də maraqlandı. Mənim də nə vazişim, ehtiyacım var axı. Nə vazişin nədir? Sən nəyə ehtiyacın olub, şoför edilmişəm, alıb gətirib. Salla başın ağrı. Öz götür yaylığınla çal başı, yat. Saat hamı elənçinədir, havada maqnit var. Camaat öllə, ağrı tökülür başına. Bir gün mən də ölürdüm. Bağla başı, yat. Sabah tezlənə düzələcək, yaxşı olasın. Salla söndür olasın. Başım ağrımır. Mən nədən danışırım, sən nədən danışırsan? Qadınam, mən başa düşürsən, bilməklə maraqlanmırsan. Bildim də qadınsan, mən bilmirəm sən kişisən. Bildim də qadınsan da, qadınam mən. Bayaq telefonda baxırdım, bir dənə psixoloq, türk psixoloq danışırdı. Deyirdi ki, qadınların sevgiyə ehtiyacı var. Həyat yoldaşınızdan soruşun ki, o sizi sevir, yoxsa sevmir. İndi sən məni sevirsən, yoxsa sevmirsən? Az giz-giz danışma, Hacıb. Bizim 2 uşağımız var, Hacıb deyirsən. 2 uşağın nə dəxli var? Yox, mən deyirəm, sən məni sevirsən, ya yox. Sonra aradan pərdəyə götürmə. Bizim 2 uşağımız var səninlə. Buna sevgi temasını atmışsan ortalığa. Gel saat 2-dir. Bax sevgi olar az. Dilərsiz sevgi vaxtıdır. Qırma sonra son təpin oldu sən. Mən sevilmədiyim yerdə bir dəqiqə də qalmaram. Əgər sən məni sevmirsənsə, bir dəfəlik deyil, mən də gedim yetimlər götürüb, çıxım gedim atamın evinə. Toba sən baş yuxarı bax. Dumbuzla vuracam səni bu dəqiqə. Dərəsinin xarabasına getir bu. Aydın oldu səninlə hər şey. Əvvəl pulumuz, paramız yox idi. Bütün günü əlimizi açıb dua eləyirdik ki, Allah pul yetir, biraz imkanımız olsun, balalarımız yaxşı böyüsək. Heç onda sevgi yadıma düşməyirdi. Nətər gəldi, yıxılıb yatırdı. Allah yetirdi, şükür Allah. Şükür böyüklüyünə yetirdi. Yeməyə çörəyimiz oldu, yaxşı oldu. Sonra otduq, dua elədik səninlə ki, bir yerdə. Hay Allah, bizə pul yetir, çıxaq bu kirayələrdən. Ataq bu kasıbçılığın daşı. Öz evimiz olsun, öz maşınımız olsun. Heç onda sevgi yadıma düşməyirdi. Kirayələrdə qalırdıq, onun qapısında elə yatırdım mışıl-mışıl. Qurban olum Allaha, yetirdi. En şükür. Otduq sonra dua elədik ki, ay Allah. Bizə yaxşı imkan yetir, yaxşı pul yetir. Uşaqlarımızı bahalı məktəblərdə oxudaq, cahamat kimi. Sevgi yadıma düşməyirdi ha onda. Getirdi, qurban olduq. Min şükür. Çıxartdıq uşaqları, apardıq evdən 13 kilometr aralıda, qoyduq bahalı məktəbə. Uşaqları o məktəbə şoför aparıb gətirir. Hərəsinə görə ildə 16.500 pul ödəyirəm mən o məktəbə. Bazarlığın hər həftə gəlir evə. Kommunalları bilmirsən kim ödər, nətər ödər, harda ödər. İşığın yanır, qazın yanır, suyun gəlir paslayanlı. Hessadın dərdini çəkmirsən, xaladönlükün dolu, qarnın dolu. İndi sevgi yadıma düşür. Bu sevgi dör, nədir bəs? Hamida, sən məni sevmirsən? Bu boyda sadaladıqlarım sevgidir, bədbaxtın qızı. Bunlar hamısı sevgidir, əlbəttə sevirəm. Necə sevmirəm?
deyir səni sevirəm. Axı mən hiss eləmirəm. Sən mən sevməyimi mən hiss eləmirəm. Nağarım, evin içində bütün günü qucaqlayım səni gəzim. Acı da uşaqlardan. Söndür o yataq, axıllı, söndür o yataq. Sevmirsən məni? Sən balıq yiyən gün həmişə belə eləyirsən. Dedim axı sevirəm mən səni. Axıllı yat, söndür o yataq. Yaxşı da, heç mən özüm də bilmirəm, nə istəyirəm, bilmirəm. Yox, o sən baş sındırmı? İllərdir bu dünyanın alimləri yığışıblar bir yerə, isti bir otağa. Hamısı fikirləşirlər ki, bu arvadlar, bu qadınlar nə istəyir? O cavab tapamayıblar. İndi deyirsən bir də 8 sinif oxumuş savadsız sonra tapacaq. Başı güzgü şeylərə yormam olar. Heç sən paraşokun yaxşısına bax, yağın yaxşısına bax. Günü keçirmə, söndür o yatağa. Sevirsən də, ha? Ahəy, it kimi. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı bitdi.